Salam dəyərli izləyicilər, mən Vəfa müəllimə. Bugün də sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 82-83-cü səhifələrindəki tapşırıqlarla davam edirik və bugün çox maraqlı bir bölməmiz var. Rabitə bölməsini keçirik. İlk öncə gəlin çalışmalara keçməzdən öncə sözlərin izahına baxaq. Kommunikasiya, informasiya mübadiləsi, ünsiyyət deməkdir. Rabitə informasiyanın müxtəlif vasitələrlə müəyyən məsafəyə ötürülməsi və qəbul prosesi, əlaqə deməkdir. Verbal isə sözlə ifadə olunan, qeyri-verbal sözlə deyil, jest, mimika, işarə, şəkil və s. ilə ifadə olunan nitq növüdür. Rabitə. Gəlin tapşırığına baxaq. Sağda verilmiş izahların köməyi ilə kommunikasiya və rabitə arasındakı fərqi nümunələr əsasında şərh edin. Sizcə bunlardan hansı daha ümumi anlayışdır? Kommunikasiya yoxsa rabitə? Biz sözlərin izahı ilə tanış olduq tapşırıqlara keçməzdən öncə və bu izahlardan bir nəticəyə gələ bilirik ki, kommunikasiya daha ümumi anlayışdır. B tapşırığında isə ünsiyyət prosesində nitq bacarıqlarını dinləmə, danışma, oxu, yazının rolu haqqında danışın. Hansı nitq bacarıqları informasiyanı almaq üçündür? Hansı nitq vasitələri ilə informasiya ötürürük? Verbal və qeyri-verbal informasiya nümunə gətirin. Sizcə bunlardan hansı informasiyanı daha dəqiq ifadə etməyə imkan verir? Ümumiləşdirək fikirlərimizi. Deməli, anlamaq üçün ilk öncə baxın, anlamaq üçün bizə lazım olan daha belə deyək, dinləmə və oxu bacarıqlarımız daha üstündür. Lakin ötürmək üçün, informasiyanı bir kəsə ötürmək üçünsə danışma və yazı ilə ötürə bilərik. Verbal və qeyri-verbal informasiya məsələn nümunə gətirə bilərik. Bir kağıza məlumatı və yazıb ötürürüksə və ya mesaj vasitəsilə ötürürüksə bu verbal sözlə ifadə olunur və ya adi şifahi sözlə də ifadə eləyiriksə bu verbal nitqimizdir. Qeyri-verbal isə bəzən heç danışmadan, göz qaşına, jestlə, mimika, işarə ilə və ya bir-birimizə şəkillərlə göstəririksə bu isə qeyri-verbal informasiyaya aid olan nümunələrimizdir. İndi isə gəlin qədimdə rabitə mövzusuna aid olan bir mətnimizlə tanış olaq. Qədimdə rabitə. Yəqin ki, marafon qaçışının yaranma tarixini xatırlayırsınız. Bir Yunan döyüşçüsü qələbə xəbərini çatdırmaq üçün marafondan Afinaya qədər 40 kilometr yolu dayanmadan qaçmışdı. Bəli, bir zamanlar xəbəri uzaq məsafəyə çatdırmaq üçün yeganə vasitə qasidlər və çaparlar idi. Bunun üçün bəzən günlər, həftələr lazım gəlirdi. Ona görə də insanlar daha sürətli rabitə vasitələri haqqında düşünürdülər. Tonqal ilk rabitə vasitəsi. 9-cu əsrdə Bizansda ərəblərlə müharibə gedirdi. Döyüşlər haqqında məlumatları mərkəzə Konstantinopola tez çatdırmaq üçün ölkənin bir çox yerlərində tonqalla yandırılan mayaklar siqnal qüllələri quraşdırılmışdır. Bu qüllələr zənciri 720 kilometr uzunluğunda idi. Günün vaxtından asılı olaraq yandırılan tonqallar bəzən müəyyən bir məlumatı ötürürdü. Qələbə, təhlükə, məğlubiyyət və s. Xəbəri ən ucqar nöqtədən paytaxta təxminən 2 saata ötürmək mümkün idi. Qədimdə Azərbaycanda da bu cür tonqallardan məlumat ötürmək üçün istifadə edilirdi. 1 tonqal şadlıq, 2 tonqal təhlükə, 3 tonqal isə əkin-biçin zamanının gəldiyini bildirirdi. Poçt göyərçinləri. Elə göyərçin növləri var ki, uzaq məsafədən öz yuvalarına yolu asanlıqla tapa bilirlər. Qədimdə bu göyərçinlərdən poçtalyon kimi istifadə edirdilər. Ayaqlarına xəbər yazılmış kağızı sarıyır və havaya buraxırdılar.
Məsələn, qədim Misirdə Nil çayının daşması barədə xəbəri poçt göyərçinləri vasitəsilə Firona və kahinlərə çatdırırdılar. Qədim Yunanıstanda isə poçt göyərçinlərindən Olimpiya oyunlarının qalibləri haqqında məlumatları müxtəlif şəhərlərə çatdırmaq üçün istifadə olunurdu. Danışan qüllələr 18-ci əsrin sonlarında fransız ixtiraçısı Claude Sharp uzaq məsafəyə məlumat çatdırmağın qeyri-adi bir yolunu kəşf etdi. Bunun üçün o, dayağa bərk edilmiş güzgülü qanadlardan ibarət bir cihaz düzəltdi. Bu qanadlar 49 müxtəlif vəziyyətə düşə bilirdi. Onların hər bir konfigurasiyası müəyyən hərfi və ya rəqəmi ifadə edirdi. Sharp bu cihazları bir-birindən gözlə görünən bilən məsafədə qüllələrə quraşdırırdı. Günəş işığı güzgülərdə əks olunaraq məlumatı qonşu qülləyə, həmin qüllənin operatoru da növbəti qülləyə ötürürdü. Bu cihaz vasitəsilə bir dəqiqədə 2 söz yazmaq olurdu. Hər bir xəbəri 15 dəqiqəyə 1200 kilometr məsafəyə ötürmək mümkün idi. 19-cu əsrin ortalarında təkcə Fransada belə rabitənin uzunluğu 4828 kilometrə çatmışdı. Claude Sharp öz ixtirasını helioqraf adlandırmışdı. Tarixdə isə bu rabitə sistemi optik teleqraf adı ilə qalmışdı. Deməli, mətnimizlə tanış olduq və keçək tapşırıqlarımıza. İlk öncə sözlərin izahına baxaq. Konfigurasiya sözü qarşımıza çıxdı mətndə və bu sözün izahı mürəkkəb cisimlərin tərkib hissələrinin qarşılıqlı yerləşməsi və nisbəti deməkdir. Gəlin C tapşırığına baxaq söz ehtiyatından. Kontekstdən çıxış edərək mətndə fərqləndirilmiş zəncir, qanad, yazmaq sözlərini məcazi mənada işləndiyini əsaslandırın. Bu sözlərin həqiqi və məcazi mənaları arasında yaxınlığı müəyyən edin. İlk öncə deməli bizim qarşılaşdığımız zəncir sözünə baxaq. Deməli bu qüllələr zənciri 720 kilometr uzunluğunda idi. Bu hansı idi? Tonqallara aid idi. Əslində zəncir belə həqiqi mənada bir-birinə keçirilmiş halqadan ibarət olan bağlardır, silsilə deməkdir. Burada isə tonqalların bir-birinə yaxın düzülüşü, müəyyən belə məsafədə yerləşməsini də zəncir sözü ilə əlaqələndiriblər. Sanki bir-birinə bağlanaraq gedən tonqallar kimi verilmişdi. Zəncir mənası burada buna görə məcazi mənada ifadə olunmuşdu. Digər sözümüz qanad sözü idi, səhv eləmirəmsə. Bəli. Burada isə deməli Claude Sharp'ın hazırladığı cihazın qanadlarından söhbət gedir. Burada cümləni ilk öncə oxuyum. Bunun üçün o dayağa bərk edilmiş güzgülü qanadlardan ibarət bir cihaz düzəltdi. Bəli, əslində qanad quşlara, bəzi böcəklərə aid olan uçmaq üçün istifadə etdikləri orqandır və əslində isə cihazın qanadları olmur. Sadəcə cihazın deməli ona bərk edilmiş vasitələr qanada bənzədildiyi üçün belə adlandırılmışdır. Digər söz isə yazmaq sözüdür. Deməli bu cihaz vasitəsilə bir dəqiqədə 2 söz yazmaq olurdu. Diqqət edin, dırnaq içərisində verilmişdi sözün mənası, yəni həqiqətən də məcazi mənadadır. Əslində yazmaq insanın yerinə yetirdiyi bir hərəkətdir. Burada isə cihazın yazması məcazi mənada ifadə olunmuşdur. Keçirik C tapşırığına. Mətndə danışılan hansı rabitə vasitəsilə verbal informasiya ötürmək mümkün deyildir. Biz mətndə deməli tonqallarla, göyərçinlərdən poçtə və danışan qüllələrlə xəbər ötürülməyə mümkünlüyünü gördük. Buradan biz deyə bilərik ki, tonqal vasitəsilə ötürülən deməli informasiyanı biz qeyri-verbal adlandırırıq. Çünki bu vasitə ilə verbal informasiyanı, yəni sözlü informasiyanı ötürə bilmirik. Digər göyərçinin ayağına məktub bağlamaqla da və ya Claude Sharp'ın hazırladığı helioqraf cihazı ilə biz sözlərlə informasiya ötürə bilirik. D tapşırığına baxaq, mətnə istinad edərək sualları cavablandırın.
Deməli, D tapşırığında mətndə istinad edərək sualları cavablandırın. Helioqraf vasitəsilə igid əsgərlərimiz Şuşanı düşməndən azad etdilər cümləsini qonşu qülləyə neçə dəqiqəyə ötürmək olar? Mətndə də qeyd olundu ki, bir dəqiqədə deməli 2 söz yazmaq mümkün idi. Deyil ki, bu cihaz vasitəsilə bir dəqiqədə 2 söz yazmaq olurdu. Gəlin baxaq sözlərimizə. İgid 1, 2, 3, 4, 5, 6 söz oldu. Buna görə biz 6-nı 2-yə bölsək, deməli bu igid əsgərlərimiz Şuşanı düşməndən azad etdilər cümləsini 3 dəqiqəyə çatdırmış olarıq. Növbəti sualımız, hər hansı xəbər Fransanın bütün helioqraf qüllələrinə neçə dəqiqəyə ötürülə bilərdi? Bu hesablamanı yerinə yetirək bir dəqiqə. Dəyərli izləyicilər, belə bir hesablamamız oldu. 4800 böldük 1200-ə və 15-ə vuraraq tapırıq ki, 60 dəqiqəyə hər hansı bir xəbər Fransanın bütün helioqraf qüllələrinə ötürülə bilərdi. Növbəti sualımız sizcə helioqraf vasitəsilə günün hansı vaxtı şərqdən qərbə məlumat ötürmək mümkün idi? Təbii ki, bu biz günün ikinci hissəsində ötürmək mümkün olacaqdır. Çünki günün ikinci yarısında şərqdən qərbə məlumatı göndərmək mümkündür. Çünki günəş günün ikinci yarısında qərbə tərəf keçir və şüalarını şərqə göndərir. Və güzgüdə də şüalar şərqdən qərbə doğru əks olunaraq göndərilə bilər. Bugünkü dərsimizin sonuna gəldik. Növbəti dərs izahlarında görüşənə qədər sağ olun, hər kəsə uğurlar.